Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecma'in və bə'd. Qardaşlarım, istəyirəm bir faydaya toxunum. Allah Taala'nın kitabından bizə nazil etmiş olduğu bir ayə. O ayə ki, bir müsəlman üçün mənhəcdir. Ümumiyyətlə Allahın kitabı mənhəcdir. Allahın kitabı mənhəcdir, metoddur. O Allahın həyat üçün, ömür üçün, bir müsəlman üçün, bir mömin üçün. Və Allah Teala kitabında buyurur ki: "Vellezine kezzebu bi ayatina senestedricuhum min haythu la ya'lemun." Allah Teala buyurur ki, kim ki ayələri, Allahın ayələri inkar eləyərsə, onları ummadıkları, bilmədikləri yerdən istidrac eləyəcəyik. Və istidrac haqqında danışmaq istəyirəm qardaşlarım. İstidrac sahabələrin qorxduğu bir sifət idi, bir hal idi. İstidrac yəni dərəcənin sən layiq olmadığı halda qalxması. Sən layiq deyilsən, amma Allah səni ruzləndirir. Sən layiq deyilsən, Allah sənin adını ucaldır. Sən layiq deyilsən, Allah Teala səni izzətləndirir. Yəni zahir insanların gözünün qabağında. Və buna İslam dinində, şəriətdə istidrac deyilir. Və bu da Allahın nemətlərindən olur. Çünki hərdən bəzi müsəlmanlar təəssüf olsun ki, cahillik ucbatından, günahları, fasiqlik ucbatından özlərinə gələn neməti və nemətlərin bol olmasını artıq özlərindən görürlər. Və kimlərdə ki sıxlıq var, qıtlıq varsa, onları asi görürlər. Məsələn, kim ki yaxşı yaşayırsa, imkanı varsa, pulu varsa, adsanı varsa, zənn edirlər ki, o Allaha yaxındır, Rəbbinə yaxındır. Və kimlər ki sıxıntı içində yaşayırlarsa, deyirlər ki, yəqin günahlarından. Günahlardandır ki, Allah sənə o müsibətləri verir. Və əksinə sahabələr qorxarlar onları dünya gələndə. Dünyanın istidrac bilərlər. Onlar qorxarlar bundan. Ki, birdən Allah bununla bizim gözlərimizi yumur. Necə ki, kafirlər. Baxın, ən varlar, ən zənginlər kafirlər. Müsəlmanlara öldürən olar, fitnə salan olar, ara qatan olar. Amma dünya da onlardadır. Yəni, dünya meyar deyil. Dünyanın gəlməsi meyar deyil. Rahat yaşayış meyar. Yəni, üstünlük deyil, ölçü, tərəzi deyil. Tərəzini, ölçünü, meyarı Muhammed sallallahu aleyhi ve sellem bizə öyrətdi. O da təqvadır. Meyar budur. Ona görə bir müsəlmana yaraşmaz ki, özünə dünya gəldiyi halda, Allahın nemətləri gəldiyi halda artıq fərəhlənsin, sevinsin və gəlməyənləri də aşağı görsün. Və kimlərdə ki, o yoxdursa aşağı görsün. Əksinə, insana dünya gəldikcə, insana Allahın nemətləri ruzu çoxaldıqca, o Rabbindən qorxmalı, çoxaltmalıdır, istiğfarı çoxaltmalıdır. Çünki nemətlərin çoxalması şükür tələb edir. Necə ki, Allah Teala kitabında buyurur ki, mənə şükür eləyin. İnsan nə vaxt şükür eləyir? İnsana şükür ən çox nə vaxt lazım olur? Nemətlər çoxalanda. Amma əksinə, başqalarını alçatmaq şükürdən deyil. Sənə nemətlər çox gəlibsə, başqa qardaşlarında kasıblıq görürsənsə, artıq sən onları günahkar görürsən. Ona görə siz kasıbsınız. Əgər bu fikirlər varsa, artıq şükür eləyən deyilsən. Çünki bizi bilirik ki, biz əhlüsünnə olaraq, sələfi olaraq bilirik ki, şükür təkcə Allahım, sənə şükürlər olsun, bu kifayət eləmir. Düzdür, bəli, insanın dili ilə Rəbbinə şükür eləməsi, o ləfzi dilindən çıxartması şükürün bir hissəsidir, amma tam olaraq deyil. Şükür əməldir. Şükür əməllərdə görünməlidir. Və şükür təkcə dinlə olmur. Az hissəsidir dinlə Allah şükür. Məsələn, bir adamın maşını var, məsciddə sürmür. O heç vaxt deyə bilməz ki, mən onu şükür edirəm. Allah mənə vermiş olduğu bu nemətə şükür edirəm. Bir insanın yaxşı evi var, böyük evi var, amma heç vaxt orada məclis eləmir. Onun ixtiyarı yox deyilsin ki, Allah mənə bu evi verib, həmən də şükürlər olsun ki, Allah mənə. Bu şükür deyil. Və s. Ona görə də müsəlman qardaşında zəiflik görəndə, imkanının zəifliyini görəndə, sıxıntı görəndə onu alçatmaq yerinə, əksinə ona kömək olmalı, dəstək olmalıdır. Müsəlmanın köməyidir, dəstəyidir. Muhammed sallallahu aleyhi ve sellem nəyə bənzətdi müminləri? Bir cəsədə bənzətdi. Bir cəsədə bənzətdi. Cəsədin bir hissəsi olmayanda başqa, yəni bədənin bir hissəsi ağrı çəkəndə hər yer ağrı çəkir. Subhanallahil-azim. Sənin qardaşın, kasıbçılıq çəkən qardaşın sənin bədəninin bir hissəsidir. Necə ola bilər ki, o kasıblıq çəksin? Yəni bədəninin bir hissəsi zədələnsin, sən özünə görə sevinəsən amma. Ona görə deyirsən ki, yox, o günahkardır. Günahkar deyə hələ evi yoxdur. Var elə adamlar. Təəssüf olsun, var elə adamlar. Kimin evi yoxsa deyir ki, günahlarından ki, bala bilmirsən. Kimisə maşını yoxdur, deyir, günahdandır, günahkarsan. Kimisə bahalı maşını varsa, deyirlər, yəqin bu Allaha çox ibadət edəndir.
Subhanallah, inanılmaz. Muhammed sallallahu aleyhi ve sellem nə var idi ki? Rəbbinə dua elədi Muhammed sallallahu aleyhi ve sellem. Bir gün ac, bir gün tox saxla ki, səni şükür edə bilim. Allah Resulü baxmayaraq ki, layiq idi o nemətlərə. Amma Allah Resulündə heç onlar yox idi. Bu deməkdir ki, Allah Resulü Rəbbinə şükür edirdi. Yoxsa layiq idi, yoxsa günahkar idi. Ona görə də istidraclı müsəlman qorxmalıdır. Ehtiyatlı olmalıdır. Və nemətləri öz həyatında görəndə, hiss eləyəndə Allaha, Rəbbinə dua edib deməlidir ki, ya Rabbi, bunları mənim üçün istidrac eləmə. Yəni ki, mən layiq olmadığım halda bu nemətlər mənə gəlməsin. Çünki insana layiq olmadığı halda nemətlərin gəlməsi müsibətdir. Layiq olmadığı halda nemətlərin gəlməsi müsibətdir. Və Allah Taala'dan istəyirəm ki, bizim həyatımızda heç bir şey bizə istidrac eləməsin. Yəni biz o xam xəyalların içərisində qaldığımız halda, biz özümüzə yaxşı zənndə olduğumuz halda Allah qatında pis olmaqdan Allaha sığınırıq. Çünki insanın Rəbbinə dost olması, insanın Rəbbinə sadiq olması təkcə zahirən olmur. Çünki var dövlət, zənginlik zahirdir. Zahirdə olan şeylər aşkarda. İnsan Rəbbinə gizlində də dost olmalıdır. Gizlində də Rəbbinin vəlisi olmalıdır. Və gizlində də Rəbbinə sadiq olmalıdır. Və istidracsa artıq o müsibətlərdəndir ki, artıq qəlbdə Allaha düşməndir. Zahirənsə Allahın nemətləri çoxdur onda. Və Allah Taala'dan istəyirəm ki, bizim həyatımızda heç bir şey bizə istidrac eləməsin və bizi Allaha özünə gizlində və aşkarda dost eləsin. Və özünə bizi gizlində düşmən, aşkarda dost eləməsin. Və nifaqdan, yəni ixlassızlıqdan bizi qorusun və bizi ixlaslı eləsin. Və əməllərimizi, xeyir əməllərimizi çoxaltsın, azaltmasın. Xeyirdə önə gedənlərdən biz eləsin. Və bu qardaşlığı və bu dini və Allahın bizə nəsib etdiyi kitab və sünnəni qorumağı, onun üzərində yaşamağı və onun üzərində də xeyirli şəkildə və xeyirli yerdə ölməyi Allah bizə müvəffəq eləsin. Allah Taala bizi Ramazana çatdırsın, qardaşlarım. Qarşıdan Ramazan gəlir. Və ola bilər ki, çox qardaşlarımız, ola bilər bir hissəsi qardaşlarımız və bəzi qardaşlarımız əvvəlki Ramazanızda eləyiblər. Yəni xarab eləyiblər Ramazanın fəzilətini. Qarşıdan gəlir, Allah fürsət verib. Və Allahdan istəyirəm ki, ömrümüzü artırsın, uzatsın xeyirlə və bizi Ramazana çatdırsın və bizi o ayda bağışlasın. Və bizə müvəffəq eləsin ki, onu ibadət eləyək. Və bizə müvəffəq eləsin ki, xilaslı olaq və o aydan bağışlanmış halda çıxaq. Allah müsəlmanları qorusun, Allah sıxıntısı olan, çətin olan müsəlmanlara kömək olsun. Və kimlərin ki, çətinliyi varsa, Allah o çətinlikləri onlardan asanlaşdırsın, qaldırsın. Və kimlər ki, Allahın onlara verdiyi nemətləri özlərindən görürlər və kimlər ki, Allahın verdiyi nemətlərlə təkəbbürlənirlər, Allah onların qəlblərinə birinci şəfa, sonra isə hidayət versin. Allah onlara haqqı göndərsin. Allah onlara batili batıl olaraq göstərsin, haqqı da haqq olaraq göstərsin. Allah bizi qorusun, Allah bizim müsəlmanları qorusun, ən uzun Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabətihi əcməin. Bəli.